Business Talks by Paşa Holding'in açılış tədbiri baş tutdu bugün. Paşa Holding olaraq biz inanırıq ki, bu yalnız bir tədbirlər silsiləsi olmayacaq. Biz eyni zamanda bazara yeni bir platforma təqdim edirik və bu platforma çərçivəsində həm bazarda mövcud olan bizneslər, eyni zamanda dövlət və özəl sektorun nümayəndələrinin müxtəlif mövzular üzrə çox faydalı, məhsuldar müzakirələr apara biləcəyi bir platforma olacaq. Məqsədimiz çox sadədir: fikirləri paylaşmaq, problemləri açıq danışmaq və sabahın qeyri-müəyyənliyinə daha hazırlıqlı olmaq. Bizim gözləntimiz ondan ibarətdir ki, bu platforma özəl sektorla hökumət nümayəndələrinin bir araya gələrək ölkə iqtisadiyyatında olan trendlər, imkanlar, təhdidlər barədə səmərəli, peşəkar, inklüziv dialoqun yaradılması üçün və bunun da keyfiyyətli iqtisadi siyasət tədbirləri, düzgün sərmayə qərarları və bir sözlə desək, ölkəmizin sosial-iqtisadi inkişafına öz müsbət töhfəsini verməlidir və bunun üçün inanıram ki, hər bir iştirakçı əlindən gələni edəcək. Müasir dövrdə qərarvermə zamanı bütün stakeholderların gözləntiləri və tələbləri nəzərə alınmalıdır. Və mən fikirləşirəm ki, Business Talk kimi platformalar, ələlxüsus da dövlət sektorunu özəl sektorla yan-yana gətirməklə bu prosesdə əvəzsiz rol oynaya bilər.